Və Bakıda, Xətai rayonunda evlərin birinin üzərinə əyilən ağac evin sahibinə əməlli problem yaradıb. Və bir ildən çoxdur ki, adamın dərdinə dərman tapılmırdı. Amma nə deyirlər ki, biz çəkəndən sonra məsələni həll ediblər. Göstərək. Bu şam ağacı bu mənzildə yaşayan ev sahibi Adil İsmailov üçün əməlli başlı təhlükə yaradır. Adil İsmailov deyir ki, mən bu evi alanda, yəni 2013-cü ildə evə köçəndə bu ağac evdən xeyli aralı idi. Amma müəyyən müddət keçəndən sonra ağac əyilərək indi hasara dirənib və əməlli başlı problem yaradıb. Söhbət Xətai rayonu Polad Həşimov küçəsi 37 ünvanında yerləşən mənzildən gedir. Zəif bir külək ev sahibi üçün böyük problem deməkdir. Müsahibim deyir ki, hava küləyi olanda səsdən evdə otura bilmirik. Üstəlik ağacın qırılma təhlükəsi də var. Hətta ağac o qədər əyilib ki, evin çardağındakı şiferi də əzib. Əyilən ağacı indi onun yanında yerləşən tut ağacı saxlayıb. Bir 50-60 santim aralıdaydı. Onun yağış yağmağına əlaqədar yer boşaldıkça ağac yıxıldı. Başda zaborun üstünə aşır. Zaborun üstündə evimin üstünə aşır. Gəldilər, baxdılar, dedilər, hə, bir əlac görəcək, elə o gündən getdilər. Axırda biri gəldi, dedi, sən bu çardağı sök ki, mən şey eləyim, bu ağacı kəsim götürüm. Yaşıllaşdırmadan idi. 2000-sə daha dəqiq yadımda qalmayıb adı. Sonra dedi ki, hə, yaxşı, kran tapıb gətirərəm, elə o gündən getdi. Məsələ ilə bağlı Yaşıllaşdırma İdarəsi ilə əlaqə saxladıq. Vaxtilə ağacın kəsilməməsinə səbəb kimi onun yerləşdiyi yer əsas kimi göstərildi. Amma çəkilişdən bir gün sonra problem dərhal həllini tapdı. Təhlükəli ağac artıq ərazidən götürülüb.